Xalq artisti Röya Ayxan paytaxt məkanlarının birində konsert proqramı ilə çıxış edib. Biletləri günlər öncədən tükənən konsert möhtəşəm anlarla yadda qalıb. Konsertdə Röya Ayxanın duet ortaqları İsmail Zadə və Əkbər Əliyev iştirak edib. Qeyd edək ki, xalq artisti sabah eyni məkanda yenidən konsert verəcək. Prime Time konsertdən görüntüləri təqdim edib. Ben eve gelmişim. Hiç ayrılmarak teşekkür ederim. Çok seviyoruz. İnşallah yüreklerim öpürəm size. Allah hamını sevindirsin. Bu gece bence Prince Cemal yatmayacak. Hər ad gündə həmişə işləmişəm.